Fatimə Zəhra Peyğəmbər sallavatullahın məhbubu idi, sevimlisi idi, əlbəttə ki, övladı idi, qəlbinin barəsi idi, onu incidənləri, əziyyət verənləri Peyğəmbər sevməz. Çünki nədən? Bu Peyğəmbər Allahın rəsulu, elçisi olmazdan əlavə bir ata idi. Hər bir ata övladını incidənləri, hər bir ata, hər bir ana valideyn övladını incidənləri sevməz. Əgər övladı doğru yoldadırsa, haqq yoldadırsa onu sevməz. Narahat olar. Və Peyğəmbər salavatullah da çox narahat olmuşdu və bu hədisi öncədən söyləmişdi. Və Həzrət Zəhra salamullah əleyhanın Həzrət Peyğəmbərin vəfatından sonra bu dünyanı tərk edib Allah dərgahına qovuşandan sonra düşəcəyi qəm, qüssəni, keçirəcəyi halları öncədən görmüşdü və xəbər vermişdi. Dəfələrlə bu barədə onun hədisləri vardı. Belə bir hədis rəvayət olunur ki, Həzrət Məhəmməd Peyğəmbər Fatimə Zəhra barədə tərif verir və söyləyir ki, sonra deyir ki, sanki mən özümdən sonra, yəni dünyanı dəyişəndən sonra qızım Fatimənin qəmləndiyini, kədərləndiyini görürəm. Elə bir ki, qəm onun evinə varid olubdur. Qızım tənha qalıbdır, kədərli qalıbdır, ağlayır. Hər dəfə o mənim gecələr, gecə vaxtı, gecə namazları vaxtı Quran oxuduğumu görərdi. Amma indi bunu eşitmir. Onu çox incidiblər, qabırğalarını əziblər. Dünyaya gələcək övladını, Hüsn adlı övladını siqt ediblər. Fatimə çox əzgindir, çox yorğundur. Həzrət Peyğəmbər bu barədə məlumat verir. Sonra deyir ki, qızımın incidənləri dua eləyir. Yəni, çox uzun hədisdir və söyləyir ki, qızımı incidənləri, ya Rəbbim Pərverdigarə, bu dünyada və o dünyada xar elə. Axirət günü, axirət əzabı ilə xar elə və onun bətnində olan körpəsini siqt eləyənləri cəhənnəm əzabına düçar elə. Çünki çox incidirlər, çox əzirlər Həzrəti Məhəmməd Peyğəmbərin qızı.